Arif müəllim, nədən qorxursunuz? Bir dənə Allahımdan qorxuram. Allahdan Heç kəs. qorxursunuz. Allahı sevək yoxsa Allahdan qorxaq? Yox, Allahı sevmək böyük bir hörmətdir. O hörməti biz qorxu kimi qəbul edirik. Ki, mən bir işi görürəmsə, əgər səhv iş görürəmsə, heç kəs görmür, axı o görür. Mən xəlbəti nəsə eləyə bilərəm. Heç kəs görməz. Hamını da alladaram. Onu necə alladım? Cənnət, cəhənnəm var sizcə? Bilirsiniz, cənnət mənim fikrimcə hələ bu dünyadır. Cəhənnəm? Cəhənnəm də hələ bu dünyadadır. O, bizim böyük bir şəxsiyyət mi deyim, nə deyim? Deyir, cəhənnəmdə od olmaz. Odu buradan gedənlər özləri üçün. Cəhənnəmə gedənlər buradan aparırlar odu. Bəli. Elədiyin əməllərdir. Xalq üçün gördüyün işdir. Bu günlər çıxıb mən tutaram, ayda 15 dəfə televizora çıxam, keçmişdə də çağırırlar bizi ayda 2 dəfə, 4 dəfə. İndi adam var, gündə 4 dənə efirdə görüşür, bu efirdə, bu efirdə. Burada çalır, burada oxuyur, burada oynayır. Və sabah nə olacaq? Sabah sən olmayanda. Bizim neçə sənət adamı bu son illərdə dünyasını dəyişib. Gör, onlar birinin yadına düşür. Yox. Heç, onlar özləri də xalq üçün heç nə qoyub getməyiblər. Ancaq özlərini fikirləşiblər, özləri. Aygün bəylər, nə deyərdiniz? Aygün bəylər çox istedadlı qız idi. Mən o dövlət imtahanında oturmuşam, onu uşaqlığından da tanıyıram. Amma Aygün bəylərə bilirsiniz necə baxırdılar? Küçə adamı kimi. Bilirsiniz, Aygün bəylər oxuyanda ürəkdən yaşayırdı. Bəli. Amma bugünkü ifaçılar kimlər üçünsə istəyirlər oxusunlar, pul qazansın. Aygün pul üçün oxumurdu. Sadəcə onun həyatda bəxti gətirmədi. Mən deyərdim, müəyyən mənada bəxti də gətirdi. Xalq istədi onu. Bundan böyük nəyə lazımdır? Aygün elə bil bugün də yaşayır. Bəli. Aygün bundan sonra, bir 100 il sonra da yaşayacaq. Özü çox mərd qız idi. Bəli. Bu əksəriyyətində yoxdur. Mən istəyərdim ki, onun ifaları qeyd olunsun, yazılsın, nota yazılsın ki, 100 ildən, 200 ildən sonra bilsinlər Azərbaycanda bir dənə belə oxuyan Aygün olub, bir Aygün gəlib, keçib bu dünyadan.